Mingəçevir Dövlət Universiteti son zamanlar elm, təhsil, ölkə daxili və beynəlxalq əməkdaşlıq sahəsində atdığı addımlar və yeniliklərlə nəinki regionda, ümumilikdə Azərbaycanın ən tanınmış və prestijli ali təhsil ocaqları içərisində seçilməkdə, nüfuzunu artırmaqda davam edir. 2026-cı il 13 fevral tarixində Mingəçevir Dövlət Universiteti və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu 2026 adlı tədbir keçirilib. Toplantıdan öncə ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Mingəçevir şəhər Heydər Əliyev mərkəzində keçirilən forumda Mingəçevir şəhərinin rəhbər şəxsləri, ümumi təhsil məktəblərinin direktorları, Azərbaycanın 29 ali təhsil müəssisəsinin tədris və keyfiyyət şöbələrinin mütəxəssisləri, professor müəllim heyəti, eləcə də 24-dən çox şirkət və təşkilatın, keyfiyyət sahəsində peşəkarlaşan qurumların nümayəndələri iştirak ediblər. Forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet sənaye əməkdaşlığı sayəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılması olub. Forum, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca forumun tanıtım və xarici universitetlərin təbrik videoçarxları nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə öz çıxışında forumun keçirilməsinin universitetin keyfiyyət, dayanıqlılıq və innovasiya istiqamətində apardığı sistemli islahatların məntiqi, davamı olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, forumda iştirak üçün ümumilikdə 500-dən çox müraciət daxil olub və tədbirdə 29 ali təhsil müəssisəsinin, 36 ümumi təhsil və peşə təhsili müəssisəsinin, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri təmsil olunur. Hesab edirik ki, forum nəinki regionun, həm də Azərbaycanın bütün ali təhsil müəssisələri üçün maraqlı bir müzakirə mövzuları əhatə edir və bu cəm şəkildə bir nəticəyə gətirib çıxacaq. Bundan əlavə olaraq Cənab Prezidentin son tövsiyəsi ilə əlaqədar olaraq süni intellektdə təhsilin keyfiyyətinin artırılmasına dair workshop təşkil olunacaq və həmçinin ali təhsil müəssisələrinin nümayəndələrini İES-də Azərbaycan Texniki Universiteti ilə bir yerdə böyük bir workshop gözləyir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə belə iri həcmli və əhatəli keyfiyyət forumunun keçirilməsini təqdirə layiq addım kimi qiymətləndirib. Ali təhsil müəssisələrimizdə daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, məzmun və müəllim hazırlığı kontekstində atılan zəruri addımlar, xüsusilə də bugünkü forumun tərkib hissəsi olan sənaye ilə birgə tərəfdaşlıq çərçivəsində məzunların zəruri bilik və bacarığa sahib olması və sənayenin məhz ali təhsil müəssisələrimizdə tədris aparılan ixtisasların məzmunu üzrə yenilənmə işində öz töhfələrini verilməsi kimi zəruri mövzuların müzakirəsi aparılır və düşünürəm ki, bu kimi platformaların məhz ali təhsil müəssisələrimizin keyfiyyət təminatı sayəsində məsul şəxslər iştirakı ilə keçirilməsi ali təhsil sisteminə ciddi töhfə verir və bu kimi tədbirlərin davamlı olmasını diləyirik. Azərbaycan Texniki Universitetinin rektoru Professor Vilayət Vəliyev çıxışında mühəndislik və texnoloji ixtisaslarda keyfiyyətin təmin edilməsinin innovasiya və sənaye ilə sıx inteqrasiya olmadan mümkünsüzlüyünü vurğulayıb. Son dövrlərin, son 10 ilin təhsil sahəsində aparılan islahatlar onu göstərir ki, artıq Azərbaycanda təhsilin keyfiyyəti, yəni verilən təhsil xidmətinin keyfiyyətinin artırılması ilə bağlı ciddi addımlar atılır. İlk növbədə institutlaşma səviyyəsində aparan reformalar da özünü göstərir. Artıq Azərbaycanda müstəqil keyfiyyət təminatı agentliyi formalaşır və eyni zamanda həm bu agentlik həm institusional akkreditasiyanın aparılması, həm də proqram akkreditasiyasının aparılması üçün kifayət qədər ciddi addımlar atır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə ali təhsil müəssisələri ilə sənaye strukturları arasında qurulan davamlı əməkdaşlığın məzunların rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini vurğulayıb, Mingəçevir Dövlət Universitetinin təşəbbüsü ilə təşkil olunan forumun təcrübə mübadiləsi və birgə layihələri üçün səmərəli platforma olduğunu qeyd edib və tədbirin ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Universitetlər təkcə tədrislə məşğul olmur, onların bir elmi fəaliyyətləri də olur. Elmdə biz necə keyfiyyəti təmin edə bilərik, bunun üçün bizə hansı resurslara ehtiyac var, ümumiyyətlə nəticələrimizi necə ölçməliyik və eyni zamanda sənaye ilə universitetlərimiz necə əməkdaşlıq etməlidir, uğurlu əməkdaşlıq necə olmalıdır, necə ölçülməlidir. Bu kimi düşünürəm ki, çox əhəmiyyətli sualları biz bir-birimizə verəcəyik və cavablar tapmağa çalışacağıq. Tədbir, təhsillə sənaye arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq keyfiyyət standartlarına keçid və qlobal trendlərin müzakirəsinə həsr olunan 3 panelli iclas, tədrisdən islahata, dayanıqlı universitet sənaye əməkdaşlığı, beynəlxalq akkreditasiya və dayanıqlı keyfiyyət təminatı, qlobal standartlara keçid, ali təhsildə keyfiyyət və dayanıqlılıq qlobal trendləri ilə davam edib. Qeyd edək ki, forumdan sonra günün ikinci yarısında isə Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyətli Cəmiyyətdə Azərbaycanda elektrik enerjisinin tələb və təklif tarazlığı, istehsal, ötürmə və istehlakın balanslaşdırılması mövzusunda workshop keçirilib. Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrin istehsalat təcrübəsi Azərbaycan İES MMC-də keçirilir. Həmçinin praktiki dərslər stansiyanın istehsalat bölməsində və tədris mərkəzlərində təşkil olunur.